hal-hazırda studiyamızda qonaq var. Təbibin İctimai Əlaqələr və Kommunikasiya Departamentinin rəhbəri, bizim həmkarımız və eyni zamanda hətta dostumuz da deyərdim. Zamirə xan buradadır, Zamirə Ədilova. Xoş gördük sizi. Sabahınız xeyir. Sabahınız xeyir, xoş gördük. Sağlam gün arzulayıram hər birinizə. Çox təşəkkür edirəm. Zamirə xanım, hazırsınızsa? Hər zaman. Problemləri müzakirə etmədən mümkün deyil. Bu günlərim biz başlayaq, bugün səhiyyəmizdə bax, ən çox üzləşən insanların, vətəndaşların üzləşdiyi problemlər var, onlayn növbələrdir. Bəzi poliklinikaların xüsusilə maddi-texniki bazasının yetərincə olmaması, yəni bəzən bizə göndərirlər insulinə görə, yəni uzun-uzadı növbələr və s. Bu problemlər nə vaxt aradan qalxacaq? Bu nə ilə əlaqədardır? Hansı bir nikbin proqnozlar var? Çox təşəkkür edirəm. Mütəmadi olaraq siz proqram olaraq da bu məsələlərə toxunursunuz. Əlbəttə ki, dinamik həyat şərtlərində problemlər də qaçılmazdır və biz dövlət qurumları, özəl müəssisələr olaraq, ümumiyyətlə təsisatlar olaraq bu problemlərin aradan qaldırılması üçün varıq və sistemli olaraq çalışırıq. Təbii ki, səhiyyə sahəsi birbaşa insan həyatı ilə bağlı olan sahədir. Burada olan hər hansı bir xırda çatışmazlıq insan həyatına sirayət edə bilər və daha çox insanlar buna həssas yanaşa bilirlər. Bəli, xidmətlərə müraciət artıb, tibb müəssisələrinə müraciət sayında kəskin artım, dinamikası biz müşahidə edirik. Tibbi xidmət alanların sayında artım var. İcbari tibbi sığortanın tətbiqi ilə, xüsusilə həm dövlət tibb müəssisələrinə etimad da yüksəlib, eyni zamanda xidmət çeşidliyi də artırılır davamlı olaraq. Bu da istər-istəməz növbələrin də yaranmasına səbəb olur. Eyni zamanda bir məqamı qeyd edim. Bəzən belə bir qarışdırılma olur ki, tutaq ki, təcil və təxirəsalınmaz tibbi xidmətlərdən də istifadə edəndə əhali növbələrə durmalıdır. Bu qətiyyən belə deyil. Təcil və təxirəsalınmaz hallarda birbaşa olaraq aidiyyatı şöbələrə yönləndirilir, vətəndaşlar və təxirəsalınmaz tibbi xidmətlərini əldə edə bilirlər. Bu növbələr planlı xidmətlər üçün, ixtisaslı tibbi xidmətin alınması əsnasında yaranan növbələrdir. Və digər bir halda bilirsiniz ki, imtiyazlı qruplar üçün dövlət proqramları çərçivəsində dərman təminatı ilə təminat təchizat məsələsi var və o dərmanlar paylanıldığı müddətlər əsasən ayın əvvəli olan müddətlərə əhatə edir və onda da biz hər birimiz vətəndaş olaraq daha tez operativ formada o vəsaitləri əldə etmək üçün müraciət edib. Bu da sıxlıqlara yaranır. Amma soruşsanız ki, biz bunun aradan qaldırılması üçün hansı tədbirlər görürük? Bu, qeyd etməliyik ki, mərhələli və uzun müddət tələb edən, eyni zamanda resurs sərfi tələb edən bir prosesdir və bugün elektronlaşma Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq ölkəmizdə bütün sahələrdə geniş vüsət alıb, eyni zamanda tibb sahəsində, tibb müəssisələrində tətbiqi. Elektron növbələr bu günlərin biz Bakının ən iri tibb müəssisələrində, yəni hər birimizin adını bildiyimiz kliniki tibbi mərkəzli Respublika Klinik Xəstəxanasında, Nərimanov, Nizami, Binəqədi, Lütfətan, hətta Pirallahı kimi tibb mərkəzlərində artıq elektron növbələr qurulub və əhali bugün də ondan istifadə edə bilir. Bilirsiniz ki, elektron növbələr xüsusi köşklər və eyni zamanda monitorlar vasitəsilə idarə olunur. Yəni, vətəndaş, pasiyent sıra nömrəsini monitorda gördükdən sonra birbaşa müvafiq olaraq ixtisaslı xidmət almaq üçün müraciət edə bilər. Hazırda eyni zamanda onlayn randevu deyilən sistem dünyada da tətbiq olunur və düzü biz bu praktikanı nəzərdən keçirəndə onunla da qarşılaşırıq ki, hətta qabaqçı ölkələrdə tətbiqi prosesində belə hazırda da yenə çatışmazlıqlar var. Çünki istər-istəməz həkim qəbuluna yazılma prosesində vaxt tələb olunur. Elektron olduğuna görə insanlar bu növbəyə yazılır və yenidən tibb müəssisəsinə müraciət etməlidir. Paralel olaraq canlı növbələr də təbii ki, qalmaqdadır. Və bu prosesin ən optimal formada tənzimlənməsi tərəfimizdən həyata keçirilir. Hazırda regionlarda olan tibb müəssisələrində də biz elektron növbələri qurmuşuq. Bərdə, Mingəçevir, Gəncə, Sumqayıt, biz bilirsiniz ki, təbib tibbi ərazi bölmələri ilə idarə olunur və Bakı Sumqayıt təbini qoyuruq bir kənara, hətta digər təblərimiz üzrə də bu tibb müəssisələrində elektron növbə sistemi qurulub, ilin sonuna qədər də daha genişləndirəcək proses. Zamirə xanım, deməli Bakıda demək olar hər küçədə, hər prospektdə, hər rayonda heç demirəm, yeni tikilər, saysız hesabsız yeni tikilər var. Və elə Xətai rayonunda məsələn yeni tikilər saysaq köhnələrdən bəlkə daha çoxdur və onların tutumu böyükdür. Yəni daha çox mənzil və daha çox ailələr var. Amma nə uşaq poliklinikaları, nə də böyüklərin gedə biləcəyi xəstəxanaların sayı artmayıb, yaxud artan yerdə çox cüzi artıb.
onların daxilindəki həkim sayı da ciddi artmayıb, yaxud artan 1-2 həkimlə iş həll olmaz. Ona görə ciddi növbələr əslində yaranmağa başlayıb. Həm də uşaq poliklinikası. Məsələn, mən Xətai rayonunda konkret götürürəm və bunun şahidiyəm. Bu problemi necə həll etməyi düşünürük? Təbii o tikilən yeni tikililərin baiskarı və günahkarı siz deyilsiniz. Siz sadəcə xəstəni qəbul edirsiniz. Və xəstə sayında 2-3 dəfə çoxalma var. Yəni, bir otaqda da bir həkim qəbul edir xəstəni. Ya bu vəziyyətdən necə çıxaq biz? Yeni xəstəxana tikiləcəkmi? Bu sual çox belə mücərrəd görünür. Necə edək? Etmək üçün çalışırıq. Çünki çox pilləli və çox şaxəli məsələdir. Kompleks yanaşma tələb edir. Yəni, burada tibb müəssisəsinin tikilib və yaxud əsaslı təmir edilməsindən başqa infrastrukturunun, tibb personalının da buna uyğunlaşdırılması gərəkdir. Yəni, həqiqətən də qloballaşan dünyada və gözəl Bakı şəhərimizdə inkişaf gedir, urbanizasiya məsələləri var və bunun fonunda yeni yaşayış məskənləri salınır, insanların şəhərə axını sürətlənir və çoxalır. Və bunun fonunda tibbi xidmət alan əhalinin sayı artır. Bəli, illər əvvəl mövcud olan, formalaşdırılan və ona uyğun da tibbi personalı optimallaşdırılan müəssisələrdir. Deməzdim ki, bu işlər çox belə zəif gedir. Əslində, intensiv gedir. Bəlkə də bundan məlumatlı olmamamız bizim də günahımız ola bilər ki, maarifləndirməmişik. Kompleks tədbirlər, yəni dediyim kimi, bu o qədər uzun müddət tələb eləyən və resurs tələb eləyən prosesdir ki, və biz bunu kompleks aparmağa çalışırıq. Zamirə xanım, poliklinikaya bəli, müraciət edən bir gün, 2 gün gözləyə bilər. Amma bu günlərin əsas məsələlərdən biri ölüm dirim ayağında olan bir insanın çaba verməsidir və onları təcili yardım gətirir və bəzən reanimasiyalarda yer olmur və bununla bağlı bizə müraciətlər olub dəfələrlə. Bununla bağlı, bax, nə məsələdir? Mən qeyd edim ki, Bakı və Sumqayıt tibbi ərazi bölmələri daxil olmaqla və regionlara əhatə edən xəstəxanalarımızda hazırda 1200 çarpayı fondu var, reanimasiya xidmətlərinin göstərilməsi üçün. Bunun 654-ü elə Bakı Sumqayıtın payına düşür və digərləri, üzr istəyirəm, 606-sı Bakı Sumqayıt tibbi ərazi bölmələrinin payına düşür, 654-ü isə regionlarda yerləşən bizim müvafiq şöbələrin payına düşür. Bu, hazırda azlıq təşkil edirmi? Müəyyən periodlarda, bəli, sıxlıq yaranır. İndi gəlin bunun bir çox səbəblərin aydın olsun deyə izah edək. Bu günlərim çox mürəkkəb və uzun müddət reabilitasiya dönəmi tələb edən cərrahi əməliyyatlar həyata keçirir. Bu bizim üçün üstünlükdürmü? Üstünlük. Əvvəllər belə deyək, transplantasiya, orqan transplantasiyası əməliyyatlarından, neyrocərrahi əməliyyatlardan, invaziv əməliyyatlara görə həyatını itirən insanlar var idisə, indi kifayət qədər sayda həyata qayıtan insanlar var və bunun fonunda da bu pasiyentlərin müalicəsi çox uzun müddət tələb eləyir və həkim nəzarətində olmalıdır. Cərrahi əməliyyatdan sonra biz avtomatik belə deyək də, post-operativ dövrdə həmin xəstələrə reanimasiya şöbələrini yerləşdirməliyik. Digər bir halda, mən bunu desəm yəqin ki, heç də təəccüb doğurmaz. Çünki doğrudan da dövlət tibb müəssisəsinə etimad artıb. Ödənişsiz 96% xidmətlər ödənişsiz şəkildə göstərilir və bu halda hətta biz qarşılaşırıq ki, özəl tibb müəssisəsində müalicə alan, vəsait çatışmazlığından müalicəsində davam etdirməyən şəxslər də dövlət tibb müəssisələrinə müraciət edirlər və biz onları təxliyə edirik. Digər bir tərəfdən, yəni burada bir çox səbəbləri biz qeyd edə bilərik. Əslində bir çox faktorlar yerini tutur. Dediyim kimi, əməliyyatların sayının artması, eyni zamanda bəli, buyurun. Suallarımız çoxdur. Vaxtı da nəzərə alaraq bunu da anladıq. Bunun da bir səbəbi var, əziz tamaşaçılar. Yəni, çox təşəkkür edirəm. Zamirə xanım, təcili tibbi yardım məsələləri. Bəzən deyirlər ki, geç gəlirlər. Bəzən təcili tibbi yardıma da biz bilirik ki, bəzən dəxilsiz bir müraciətlər olur. Onların ləğv etmək mümkündürmü? Və gecikmələr bəzən bu problemlərlə nə əlaqədardır? Vaxtı məsələsi. Yəni də əslində hər bir problemin bir çox səbəbləri olur. Bu bir səbəbdən qaynaqlanır. Burada deyə bilmərik ki, ambulans çatışmır və yaxud tibb personalı çatışmır. Belə bir problemlə hazırda kəskin formada rastlaşmırıq. 130-150 arasında biz briqada deyirik. Buna burada söhbət avtomobildən getmir. Burada tibb personalından gedir, sürücüdən gedir. Yəni, komplektləşdirilmiş xidmətdir və bu xidmətin əsas mahiyyəti ondan ibarətdir ki, təxliyə prosesində, hadisə yerində, çağırış ünvanında və xəstəxanaya qədər olan müddətdə insanlara təcili və təxirəsalınmaz tibbi xidmət göstərsin. Təcili və təxirəsalınmaz tibbi xidmət ilkin tibbi xidmət hesab olunur əsasən. Yəni, həyatı riskin aşağı salınması. Eyni zamanda ambulansların, təcili tibbi yardım briqadalarının əsas fəaliyyət
istiqamətlərində biri xəstələrin təxliyə edilməsi prosesini həyata keçirmək. Burada indiki hazırda bizim avtonəqliyyat vasitələri kifayət qədər komplektləşdirilir və xəstəxanaya qədər ilkin xidməti göstərmək iqtidarındadılar. Bu gün 2000-2500 civarında gündəlik olaraq Bakı şəhəri üzrə təkcə müraciət qeydə alınır. Bunların içərisində təbii ki, əsassız və nəticəsiz çağırışlar da var. 10-15% əsassız çağırışlar olur. Əsassız çağırış nədir? Bu xidməti vətəndaş gedib ixtisaslı tibb müəssisəsində, poliklinikada, ailə sağlamlıq mərkəzində ala bilər, amma təcili yardıma müraciət edir. Məsələn, baş ağrısı, təzyiq ölçülməsi, iynə vurdurulması və yaxud təkəm kimsəsizdən təcili yardım çağırısı. Əslində bu təcili yardım xidmətinin imtina səbəbləridir. İmtina eləyə bilər. Bir çox hallarda biz yenə də belə deyim də humanist prinsiplərdən yanaşaraq o çağırışlara da getdiyimiz olur, amma qeyd etməliyəm ki, bunlar təcili yardım fəaliyyət istiqamətinə aid olmayan, bir çox hallarda isə bir məqamı da tez qeyd edeyim. Məsələn, planlı tibbi xidmət, müalicə almaq üçün xəstəxanaya getməlidir vətəndaş. Onun üçün də təcili tibbi yardım briqadasının əslində məşğul edir, çağırır və yaxud evinə yazılıb ambulator şəraitin müalicəsini davam etdirmə. Onun üçün də əgər tibbi yardım briqadasına müraciət edirsə, təbii ki, bu onların məşğul edilməsi deməkdir. Bu halda bu xidmət mövcuddur. Həm dünya praktikasında, həm də Azərbaycanda bu xidmətlər ödənişli əsaslarla göstərilən xidmətlər siyahısına daxildir. Yəni bu həyati vacib xidmət olmadığına görə bunun ödənişli əsaslarına vətəndaşlar istifadə edə bilərlər. Əslində bu sayədə o qədər suallarımız var. Bu böyük bir proqramın, bir saatlıq talk-showunun bir mövzularıdır. Zamirə xanım, hələ ki biz bu məsələləri müzakirə edirik, amma gələn görüşlərə qədər mütləq şəkildə çox təşəkkür edirəm sizə də. Ən çevik jurnalistlərin suallarına cavab verən, ən çevik reaksiya verən bəli qurumlardan biridir və bu sözsüzdür, bu danılmaz bir faktdır. Çox təşəkkür edirik. Belə, əziz tamaşaçılar, təbib Zamirə Ədilova, İctimaiyyət Əlaqələr və Kommunikasiya Departamentinin rəhbəri studiyamızda qonaq idi və hələlik bu qədər. Çox təşəkkür edirəm. Sağlam olun. Həkimlər üçün çox iş olmasın. Yəni buna biz çalışmalıyıq. Bəzən həkimlər də bizdən çəkirlər. Bu da olur.